Azərbaycanın enerji sektorunda daha bir tarixi uğur əldə olunub. Azərenerji ASC ilə Sokar Treninqin birgə əməkdaşlığı çərçivəsində Kəlbəcər rayonunda yerləşən Çıraq 1, Çıraq 2, Soyuqbulaq, Meydan və Qamışlı kiçik su elektrik stansiyaları beynəlxalq karbon sertifikatı almaq üçün uğurla qeydiyyatdan keçib. Bu stansiyalar üzrə illik 37 min ton karbon emissiyasının azaldılması təsdiqlənəcək və müvafiq karbon sertifikatları təqdim ediləcək. Xatırladaq ki, bu ilin yanvarında Laçında yerləşən Mirik və Qaraqışlaq kiçik su elektrik stansiyaları İsveçrədə yerləşən beynəlxalq karbon sertifikatlaşdırma qurumu Gold Standart tərəfindən 10.745 vahid karbon krediti əldə edib. Bu, Azərbaycanın bərpa olunan enerji layihələri üzrə beynəlxalq karbon bazarında qazandığı ilk karbon kreditləri olmaqla ölkənin yaşıl enerji tarixində mühüm mərhələ hesab olunur. Karbon sertifikatlarının əldə edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Laçında yerləşən Mişni, Alxaslı və Ağbulaq 2 su elektrik stansiyalarının beynəlxalq qeydiyyat prosesi davam edir. Eyni zamanda Şayıflı, Cahangirbəyli, Zəngilan və Şeylanlı su elektrik stansiyalarının karbon sertifikatları alması üçün hazırlanmış layihə sənədləri beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilir. Məlumat üçün bildirək ki, Azərenerji ASC tərəfindən tikilən Ağbulaq 2 və Şeylanlı su elektrik stansiyaları bu ayın 11-də, digər stansiyalar isə daha əvvəl 2023, 2024 və 2025-ci illərdə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.